Vay buna bax, muhtəşəmdir. Biz bu avokado stempinin cəmi 5 həftə ərzində çoxlu koks almasına nail olduq. Bu da bir çox insanın demək olar ki, mümkünsüz hesab etdiyi bir şeydir. Xüsusilə də avokado kimi cəhdin çoxalan bitkilərdən danışanda. Və ən inanılmazı odur ki, bunu demək olar ki, hər kəsin evində olan materiallardan istifadə edərək və bu videoda səninlə paylaşacağım böyük bir sir sayəsində əldə etmişik. Və bunu etmək çox sadədir. Biz sadə bir plastik butulkadan istifadə edəcəyik. Olcusunun və ya qalınlığının fərqi yoxdur. Evində hansı varsa ondan istifadə edə bilərsən. Mən bu butulkanı istifadə edəcəyəm, çünki bu cür stamp ucu mənə çox rahatdır. İndi gördüyün kimi, kiçik dəliklər açacağımız nöqtələri isarələyirik. Nöqtələri isarələdikdən sonra bıçaq və ya kəsici ilə videoda göstərdiyim kimi çox ehtiyatla dəlikləri açacağıq. Yaxşı, artıq dəlikləri açdıqdan sonra növbəti addım butulkanı ortadan iki yerə bölməkdir. Kəsəcəyimiz bu hissəni atma. Çünki biraz sonra onu kiçik bir istixana effekti yaratmaq üçün istifadə edəcəyik. Bu, rutubəti saxlamağa və stampinin kök atmasına kömək edəcək. Artıq butulkanı ayırdıqdan sonra biraz pambik götürəcəyik. Bu, yalnızca indi açdığımız dəliklərdən perlitanin çıxmaması üçün istifadə olunur. Sadəcə pambiki dəliklərin üstünə tam şəkildə yerləşdiririk və bu hissə artıq hazır olur. İndi isə perlita əlavə etməyin vaxtıdır. Perlita çox ucuz, yüngül və stamp artırmaq üçün son dərəcə effektiv bir materialdır. Sadəcə olaraq butulkanın təxminən 4də 3-ünü dolduracağıq, yuxarı hissəni isə boş saxlayacağıq. Əgər perlitan yoxdursa, yuyulmuş çay qumu da istifadə edə bilərsən. Əslində, o da kifayət qədər yaxşı işləyir. Amma şəxsən mənim üçün perlita daha yaxşı nəticə verib və bu üsulda da onu istifadə edəcəyəm. Artıq propagatorumuzu hazırladıqdan sonra suyu saxlaya biləcək bir qab lazım olacaq. Bu halda mən dərin bir bozqabdan istifadə edirəm. Amma evdə olan istənilən başqa bir qabdan da istifadə edə bilərsən. Və indi isə artıq stili götürmək vaxtıdır. Bu dəfə avokado stilindən istifadə edəcəyəm. Bu caygiriz bir neçə ay əvvəl mənə bir nəfərin bu sistemin çətin kokatan bitkilərdə də istəyib istəməyəcəyini soruşmasından sonra yarandı. Və indidən deyirəm ki, bəli, uğur faizi məni həqiqətən çox təəccübləndirdi. Təxminən 10 sm, yəni 4 düymə yaxın bir stil seçəcəyik. Əsas odur ki, stil duz düzəltdiyimiz desiklərin üstündə qalsın. Əgər biraz düzəliş edib, daha yaxşı oturması üçün biraz da kəsmək lazımdırsa, sadəcə bunu edirik. İndi isə kiçik bir aloe vera parçası götürüb, kəsiyin alt hissəsini tamamilə ondan sürtəcəyik. Sonra kəsilmiş hissəni biraz uyudulmuş darçından ortacağıq. Darçın göbələk yaranmasının qarşısını almaq üçün çox istifadə olunan təbii bir vasitədir. Bunu etdikdən sonra stili perlitin içinə qoyub, onu son mövqeyində yerləşdiririk. Və indi bu metodun böyük sirri gəlir. Burada gördüyünüz isə soyuq ağacının qabığı və yarpaqlarıdır. Və səmimi deyim ki, bu həqiqətən də boyuq sirdir. Bu material çox ucuzdur və tərkibində kok əmələ gəlməsini təsviq edən təbii birləşmələr var ki, bunlar ənənəvi olaraq istifadə olunub. Onu hazırlamaq çox asandır. Təxminən 1 litr su, yəni 4də 1 qalon götürürük və içinə bir xörək qaşığı soyuq yarpağı və qabığı əlavə edirik. Təxminən 30 saniyə qarışdırırıq və artıq hazırdır. İndi isə bu qarışığı yavaş-yavaş qaba əlavə edirik, təxminən 2-3 sm, yəni 1 düym qədər maye əldə edənə qədər. Və məhz burada çox maraqlı bir şey baş verir. Rutubət kapilyar təsiri ilə yavaş-yavaş yuxarı qalxmağa başlayacaq. Perlit tədricən nəmlənəcək və bu da stəkə ucun ideal rutubət səviyyəsini təmin edəcək. Nə çox su, nə də az. Və məhz axtardığımız da budur. Yeni köklərin əmələ gəlməsini təsviq etmək üçün sabit və davamlı rutubət. İndi isə kiçik bir profilaktik fungisid hazırlayacağıq. 1 litr su götürürük və içinə 1 çay qaşığı hidrogen peroksid əlavə edirik, yəni evdə aptekdə olan adi oksigenli su. Yaxşıca qarışdırırıq və qarışığı bitsiliyiciyə tökürük. Sadəcə olaraq istəkəni yüngülcə ciliyərdik. Bu göbələk problemlərinin qarşısını almaqda bizə çox kömək edəcək. İndi isə
Butulkanın ust hissəsini yerləşdiririk və öz kiçik istixanamızı yaradırıq, sonra isə propagatoru çox istiqli, amma birbaşa günəş suvayası düşməyən bir yerə qoyuruq. Bu çox vacibdir, çünki əgər onu birbaşa günəş suvasına qoysaq, stəkan quruyub gedə bilər və bütün zəhmətimiz hədər olar. Səndən bölüşmək istədiyim başqa bir kiçik fən isə odur ki, şəxsən mənim üçün bu cür çoxaltmaları azalan enən ay fazasında etmək çox yaxşı nəticə verib. Niyə? Yaxşı, ənənəvi kənd təsərrüfatına və bir çox fermerlərin təcrübəsinə görə bu mərhələdə sirə bitkinin aşağı hissəsində, yəni köklərdə və gövdənin dibində daha çox toplanır. Məhz buna görə də bir çox insanlar bu günlərdə ciliklər götürür, köçürmələr edir və kok sistemi ilə bağlı bütün işləri görürlər. Həmçinin ilin düzgün vaxtını seçmək də vacibdir. Şəxsən ən yaxşı nəticələri qisin sonundan yazın sonuna qədər əldə etmişəm. Çünki bu dövrdə temperatur daha mülayim olur və bitki yenidən aktivləşməyə başlayır. Mülayim iqlimlərdə payızın əvvəlində də bunu etmək olar. Əksinə, bunu yayda yüksək temperatur səbəbindən və həmçinin qisin ortasında etməkdən çəkinərdim. Çünki bir çox bitkilər demək olar ki, tamamilə dayanır və kök atma prosesi adətən daha yavaş olur. Bitirməzdən əvvəl bir şey də demək istəyirəm. Bu usulu demək olar ki, istənilən ağac növündə sınaqdan keçirə bilərsən. Əgər bunu xüsusi bir növlə və ya həmsə çoxalmasının mümkünsüz olduğunu düşündüyün bir ağacla etmək fikrindəsənsə, doğrudan da dostum, mütləq cəhd et. Çünki bu usul və bu çoxaltma sistemi indiyə qədər sınadıqlarım arasında ən güclülərindən biridir. Əslində, bu artıq peşəkar səviyyəyə yaxınlaşır. Amma böyük üstünlüyü ondadır ki, biz bunu çox sadə və demək olar ki, hər kəsin əldə edə biləcəyi materiallarla edirik. Məsələn, mən bunu limon, portağal, nar, əncir, zeytun, tut və hətta adətən çoxaldılması biraz çətin olan bəzi bəzək bitkiləri ilə də sinayardım. Axırda bu metodun hara qədər işlədiyini öyrənməyin yeganə yolu onu sınaqdan keçirməkdir. Və indi isə hər şeyin ən yaxşı hissəsi gəlir. Həftəlik gözləmədən sonra nəhayət bütün bu zəhmətin nəticə verib-vermədiyini öyrənmək vaxtı çatdı. Və səmimi desəm, həyəcanım çox böyükdür. Çünki bir şey var ki, təcrübəni aparırsan, amma tam başqa bir şeydir görmək ki, orada içəridə nə baş verir. Ona görə də gəlin buna asaq. Və buna bax, möhtəşəmdir. Yaxınlaşan kimi ilk gördüyüm şey cilikdən yeni tumurcuqların çıxması oldu. Bu artıq inanılmaz bir işarə idi. Amma gözlə, çünki bu hələ son deyil. Bax, nə gözəlliyidir. Bax, gör, nə qədər kok əldə etmişik. Ağ, sağlam, qalın və tam inkişaf etmiş köklər. Və məhz bu anda bütün zəhmət, bütün səbir və bütün gözləmə dəyərini tapır. İndi isə sadəcə olaraq etməli olduğumuz şey ciretin kiçik bir dibzəyə yerləşdirilməsi olardı ki, kok sistemi daha da inkişaf etsin və daha güclü, sabit koklər əvələ gəlsin. Sonra isə onu ya daha böyük bir dibzəyə, ya da birbaşa əkəcəyimiz torpaq sahəsinə köçürə bilərik. Sadəcə olaraq bir neçə dəfə suvarar, onu çox isti olmayan bir yerə qoymağa çalışar və beləliklə yeni meyvə ağacımız tam hazır olar. Tamamilə pulsuz və tamamilə funksional. Və indi bəli, bugünkü videomuz budur. Əgər bu usul xoşuna gəldisə, çox sevinərdim ki, bir yaxşı bəyənmə qoyasan və bu videonu sənin kimi bitkiləri və meyvə ağaclarını sevən biri ilə paylaşasan. Və əgər hələ də kanala abunə deyilsənsə, səni abunə olmağa dəvət edirəm. Çünki hər həftə yeni eksperimentlər, yeni çoxaltmalar və həqiqətən işləyən texnikalar paylaşırıq. Gələn videoda görüşərik. Sizə boyuq bir qucaq dolusu salamlar və növbəti görüşə qədər.